Azərbaycanın milli qəhrəmanı şəhid Namiq Abdullayevin xatirəsi igid döyüşçünün adını daşıyan Afşar kənd tam orta məktəbində anılıb. Şəhidin ailə üzvlərinin, Qarabağ müharibəsi veteranlarının, rayon ictimaiyyətinin nümayəndələrinin, kənd sakinlərinin və hərbçilərin iştirak etdiyi tədbir Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin yad edilməsi ilə başlayıb. Tədbir iştirakçıları milli qəhrəmanın büstü önünə tər qərənfillər düzüblər. Anım mərasimində çıxış edənlər Namiq Abdullayevin mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar. Məlumat verilib ki, şəhidliyi ilə ölümsüzlüyə qovuşan milli qəhrəman Abdullayev Namiq Vahidoğlu 10 may 1974-cü ildə Ağcabədi rayonunun Afşar kəndində anadan olub. 1992-ci ilin dekabrında cəbhəyə yollanaraq vətənimizin müdafiəsində iştirak edib. 1993-cü il fevralın 9-da Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə ermənilərin hərbi texnikasını və xeyli canlı qüvvəsini məhv edərək qəhrəmancasına həlak olub. Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 16 sentyabr tarixli fərmanı ilə ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adına layiq görülüb. Vaxtilə təhsil aldığı Afşar kənd orta məktəbi hazırda qəhrəmanın adını daşıyır. Çıxışlarda Namiq Abdullayevin və digər şəhidlərimizin keçdiyi həyat və döyüş yolunun gənclər üçün örnək olduğu bildirilib, gənc nəslin vətənpərvərlik ruhunun yüksəldilməsində tədbirin əhəmiyyəti yüksək dəyərləndirilib. Sonda məktəblilər ədəbi-bədii kompozisiya nümayiş etdiriblər. Məhsəti Musa, Kənan İsayev, Aran Ağcabədi İnternet televiziyası üçün.